Salam dostlar. Nicatın dostu Elşən gəlmişdi. Özü ilə şirniyyata lazım olacaq bütün ərzaqları alıb gətirmişdi ki, bacım mənim üçün şirniyyat bişir. Mən də çox fikirləşdim və qərar aldım ki, köstəbək tortu bişirim. Bunun üçün bizə lazımdır 4 yumurta, 1 stəkan yarım şəkər tozu. Bunları yaxşıca qarışdırırıq. Yaxşıca qarışdırdıqdan sonra 1 stəkan ilıq süd əlavə edirik. 1 stəkandan 1 barmaq aşağı isə duru yağ əlavə edib yaxşı qarışdırırıq. Bütün ərzaqları qarışdırdıqdan sonra 2 stəkan un, 1 paket qabartma tozu əlavə edirik ələyə və ələyirik. Sonra isə yenidən məhlulu qarışdırırıq. Üç yemək qaşığı kakao əlavə edib yenə də qarışdırırıq və bununla da biskvitimizin xəmiri artıq hazırdır. Qabı duru yağla yağlayıb, xəmiri əlavə edib 180 dərəcəli sobada bişməyə qoyuruq. Bir stəkan soyuq südə 1 paket krem şanti əlavə edib qarışdırırıq. Məndə çəhrəklər olduğu üçün krem şantinin rəngi bu formada, yəni çəhrayıya çalan formada oldu. Şanti hazır olduqdan sonra üstünə stres və ya salfan örtüb soyuducuya qoyuruq. Sonra isə biskviti gördüyünüz formada kəsib orta hissəsini götürürük. Rəndidən keçirəcəyik ki, bizə axırda lazım olacaq. Krem şanti əlavə edib üzərindən dilimlənmiş banan düzürük və sonra yenidən krem şantini biskvitin hər yerinə yayırıq. Ən nəhayət sonda isə biskvitin ovuntularını kremin üzərinə tökürük, hər yerinə yayırıq. Sonra isə 3-4 saat soyuducuda özünü toparlaması üçün, dinlənməsi üçün gözlədirik və budur, möhtəşəm köstəbək tortumuz hazırdır. Hazırlayanlara nuş olsun, videoyu bəyənməyi və like etməyi unutmayın. Çox sağ olun.